Vocabulaire progressif du français niveau débutant, copyright clé internationale 2017. Unité 25, les transports. Navigateur. La voiture, machin. Türenemetenler féminin. Machin ise le volant, sükan, le moteur, motor, le phare, fara, le coffre, bagage, sandığa da sandık demeydi. La ceinture, bilirsiniz kemer demeydi. La ceinture de sécurité, təhlükəsizlik kəməri. La roue, teker. Pour conduire en France, Fransa'da maşın sürmək üçün, il est obligatoire de, məcburdur, yani it's obligatory to kimi. Yani bu il burada cümlənin subyektidir sadəcə, şəxs deyil. Bu şəxssiz bir cümlə. Nədir məcbur olan? Avoir, sahib olmaq, le permis de conduire. Permis de conduire nə olmalıdır? Yəni sözlü vəsiqə. Sürmə icazəsi. Et les papiers de la voiture. Papier de la voiture et maşının sənədləri. Hansı sənədləri? L'assurance. Yəni ki, sığorta. La carte grise. Bu carte grise hərfi tərcümə etsək boz kart deməkdir. Maşının qeydiyyat sənədinə deyirlər. Chérie, tu as pris tes papiers, sənədlərini götürmüsən? Oui, ils sont dans mon sac. Çantamın içərisindədir. Damien conduit bien. Yaxşı sürür. C'est un bon conducteur. Yaxşı konduktördur, yəni ki, yaxşı sürəndir. Qadın cinsində olur conductrice. Maşın sürən adama konduktör deyirlər, d'accord? Ya da konduktris. Bu bir var. Biz Azərbaycan dilində buna sürücü deyirik. Hə, məsələn, yol hərəkəti qanununda deyilir sürücü. Sürücü həm də peşə adıdır. O peşə adı kimi şofördür. Konduktör sadəcə maşın sürən insandır, d'accord? Peşə deyil. Mathieu conduit mal, pis sürür, c'est un mauvais conducteur, pis konduktördur. Il conduit trop vite, həddindən çox sürətli sürür. Il fait du 180 km. Bunu bir struktur kimi başa düşün. À l'heure, saatda 180 km-lə sürür. Sur l'autoroute, magistral yolda. Damien a changé de voiture, maşını dəyişib. Changer bilirsiniz, bir şeyi başqasına əvəz eləmək mənasında dönlə işlənir və artikel ehtiyac yoxdur. Changer de voiture, maşını dəyişmək. Changer d'apartement, evi dəyişmək. Maşını dəyişib, yəni ki, il a une nouvelle voiture. Təzə bir maşını var. Il n'a pas acheté une voiture neuve. Təzə maşın almayıb. Mais une voiture d'occasion ya da de seconde main. İkinci əl. D'occasion daha çox işlənir. Second man də deyirlər. Second hand. İndi burada bir fərq var. Mən fərqləri izah eləməyə çox xoşlamıyorum əslində. Amma burada verib. Hə, nouveau, nouvelle bu dəyişikliyi ifadə edir. D'accord? Nouveau, nouveau. Nouvelle də onun feminen forması. Bu dəyişikliyi ifadə edir. Yəni adjektiv kimi təzə deməkdir, yeni. O demək ki, əvvəlkindən fərqli. Təzə maşın o demək ki, yəni təzə maşın bir Azərbaycanda biz deyirik, falan ki təzə maşın alıb, amma təzə maşın yox. İşlənmiş maşın alıb, amma təzəlik çalıb. Yəni maşını dəyişiblər. Hə. Yəni nouveau, nouvelle təzə o demək ki, təzəlikcə bunu əldə olunub. Təzəlikcə əldə olunub. Dəqiq, deyəm ki, təzə kompüter almışam. Dəqiq. Kompüter özü təzə deyil, ikinci əldə bu istəyəcək kimi. Neuf, neuf. Neuf və neuf. Neuf maskulindir. Neuf feminen. Bu amma əşyanın öz keyfiyyətini bildirir. Yəni təzədir, yoxsa işlənmişdir. Dəqiq. Bu neuf, neuf işlənmişin antonimidir. Bu əşyaya işlənir. Məsələn, nouvelle adres deyirik. Nouvelle adres. Adres əşya deyil ki, adres mücərrəd bir isimdir, düzdür? Təzə adres nə deməkdir? Yəni bu əşya kimi təzə deyil də. Bu nədir? Bu dəyişiklik ifadə. Yəni adresi dəyişmişəm, artıq təzə deyək. Voilà. La voiture
quand la voiture alors, ne marche pas, elle n'a marqué machine işlemir. Alors, quand elle est en panne, être en panne belirsiz harap vaziyette olmak demekti. Damien va chez le garagiste, chez le mécanicien, mécaniciene gelir ya da garagiste gelir. Bu maşın düzelten insana değil. Le garagiste répare la voiture, maşını repair edir, tamir edir. Régulièrement, muntazam olarak, le mécanicien fait une révision. Revision yani, yani ki bakış geçirir de maşına, de la voiture. Maşının revizyonu nedir? Yani maşına bakış geçirir. Revizyon mesela tekrar eləməyə deyirlər, dərsi təkrar eləməyə də deyirlər. Révision, réviser eləmək, məsələn, dərsi. C'est la révision des 30 000 kilomètres, par exemple. Mesela 30 bin kilometrenin revizyonu. Yani 30 bin kilometre gelir maşın artık revizyona gelir. Yani 40 bin kilometre falan da bir de gidecek falan. Bilmem. Voilà. Ne marche pas, işlemir. Ne fonctionne pas da deyirlər. Damien roule beaucoup, çox sürür. Bu roule daha çox maşının hərəkəti ilə bağlıdır, d'accord? Məsələn, maşına deyə bilər ki, ma voiture roule bien, yaxşı gedir. Bu maşının hərəkəti ilə bağlıdır, rouler feili. Il fait beaucoup de kilomètres. O çox kilometr gedir. Yani çok sürür. O demek. Bak faire kilometre ifadesi bu tarafa ait. Il doit souvent prendre de l'essence au tez benzin almalıdır. À la station service. Bu yerlere deyirlər station servis. D'accord? Yanlış doldurma məntəqəsi biz deyirik. Il prend du super samplon 95. O alır hansı cür super samplon. Plon qurğuşun deməkdir. Qurğuşunsuz super. Yəni bu da premium benzin dediğimiz. Damien a garé sa voiture. Garé parking deməkdir. Maşını garé eləyib dans la rue küçədə, mais il n'a pas pris de ticket. O ticket götürmüyor. Hardan? À l'oredateur. Buna biz az öncə parkomat deyirlər. Yəni ki, sonradan fikirləşmiş addır, bilməm. Bəlkə rus dilindən götürüb deyib bunu. Yaxşı tərcümə. Tərcümə edilini yaxşı tapın. L'oredateur. L'oredateur o aparata deyirlər, parkomat dediyimiz aparata. Il a eu, maşını deməli parkingdə saxlayıb, amma oredateur götürməyib, parking pulunu ödəməyib. Il a eu une contravention. Onun olub, yəni o alıb, contravention, yəni ki, cərimə. Buna deyirlər procès verbal. PV. Yəni ki, şifahi cərimə də elə bil. Yerində də ödəyə bilərsən. 15 euro, 15 avro. Xırda cərimələr belə olur, məsələn, biletsiz avtobusa minmək falan. Tam o indi hüquqi prosesi dəqiq bilmirəm, amma bu var PV. D'autres véhicules. Digər nəqliyyat vasitələri. Un camion, bazısına deyirlər kamyonet. Une trottinette, samokат. Trottinette elektrik də olur, elektrikli skuter. Un vélo, velosiped. Une moto, motosiklet. Les transports en commun. İçtimai nəqliyyat. Le bus et le tram ya da tramier. Pauline prend le bus. Pauline avtobus götürür. O demek avtobusa binir. Elle attend le 9. 9'u gözləyir. À l'arrêt de bus, avtobus dayanacağında gözləyir. Quand le bus arrive, nə vaxt ki avtobus çatır, il monte, o qalxır dans le bus. Dağa qalxmaq, yəni hansısa mərtəbəyə qalxmaq da monte edə bilirsiniz. Quand il arrive à destinationa çatır, il descend, o düşür, du bus, avtobusdan, il change, o değişir, pour prendre le tram. O tram götürmək üçün değişir. Le métro. À Marseille, Marseille'də Agnès prend le métro götürür à la station Perrier stansiyasında. Elle voudrait aller à Colbert'e gitmək istəyir. Mais ce n'est pas direct. Bu direkt değil yani ki. Oradan Perrier'den Colbert'e birbaşa qatar getmir metro mesela. Elle prend la direction
Bougainville direction'ını götürür. Ligne 2, ikinci xətti. Puis sonra il change, o değişir à Castellane. Castellan'da değişir. Il prend une correspondance. Bir değişmeye korespondans eləmək deyirlər. Yəni Castellan'da korespondans edir. O demək ki, qatarı dəyişir. Il prend la direction La Rose. La Rose direction'ını götürür et descend à la station Colbert. Colbert stasyasında düşür. Pour prendre le métro, metroya minmək üçün on doit avoir, sahib olmalısan, yəni sənin olmalıdır. Un ticket, bir tiketin ou un abonnement. Abonnement abunəçilikdir, kartlar orada. Nə qədər Azərbaycanda abonnement yoxdur. Voilà. Le nom est différent selon les villes. Hə, o abonnemanın adları olur. Hər şəhərdə fərqlidir onun adı. Məsələn, Paris'teki adı yanılmıyorsam ama bir neçə dənədir əslində. O abonnement da bir neçə dənədir Paris'te. Ouais, bazı insanlar ont des réductions, indirimi olur. De prix, réduction de prix, qiymət endirimi. Mesela enfant, uşaqlar. Personnes âgées, qocalar, yaşlı insanlar yani. Bu da bizde yok. Remarquez, à Paris, Paris'te, on peut acheter un carnet de tickets. Carnet de tickets bir blok tiket diye, ticket diye bilet. 10 tane tiket mesela. Almaq olar. Dans les stations de métro stansiyalarında les bureaux de tabac satılan tabak shoplarda. Lütfen bu kadar. Barbara habite à Nîmes, Nîmes yaşıyor, et va à Bruxelles pour 2 jours. Nîm'de yaşayır ve Brüksel'e gelir 2 günlük. Elle prend le train, qatar götürür, qatara minir. À la gare de Nîmes, Nîmes vağzalında. Elle prend le TGV, sürət qatarını götürür. TGV nə deməkdir? Train à grande vitesse. Yəni ki, böyük sürətli. Bu A, L, 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 L bildirir. Qatar. Le TGV pour Bruxelles. Bruxelles üçün TGV. Brüksel'e gedən TGV'də yəni. Elle a acheté un billet, o bir bilet alıp qatardan və təyyarədən gedəndə söhbət billet deyirlər. Metrodan, avtobusdan gedəndə tiket. Tiki. Ticket. Aller-retour. Aller-retour gediş-gəliş deməkdir. Return bilet. Nîmes-Brüssel. Yəni həm gediş, həm gəliş. Aller-retour. Əgər ancaq gedişdə deyilə aller simple, yəni sadə gediş. Aller-retour gediş-gəliş. Single bilet. Aller simple. Elle a réservé, o rezerv eləyib. Une place, bir yer rezerv eləyib. Yəni bilet alıb da. En second. İkinci klasda. Klas sözünü işlətməyə bilərik. İkinci klasda. Yəni ikinci kategoride ekonom falan. Barbara, indi hər şəhərdə bir cür var. Barbara monte dans le train, qatara minir, à Nîmes, Nîmdə, et descend du train, qatardan düşür, à Bruxelles. Brükseldə. Le TGV, hə bu elandır. Dırnaq içində verib fikir verirsiniz. Le TGV numéro 9868 en provenance de Montpellier. Deməli, bu marşrutun nömrəsidir. Qatarların da nömrəsi ola bilər, amma çox güman marşrutun nömrəsidir. 9868 nömrəli TGV en provenance de Montpellier şeydən gələn. Provenance gəlmə deməkdir. Venir feili var, gəlmək. Venirdən yaranır. Montpellier'dən gələn et à destination de Bruxelles. Bruxelles destination'ına yəni Brüksel'e de yani gedən o TGV, bu nömrəli TGV va entrer en gare vağzala daxil olacaq ki numero 1 birinci platformaya. Platforma nömrə 1-ə. Ki həm sahil deməkdir. Həm platforma. D'accord? Bu gəmilərin yan aldığı sahildə türklər deyir, rıhtım deyirlər. Voilà. Éloignez-vous, aralaşın de la bordure du quai. Quai'nin platformanın bordüründən, yəni bordüründən biz bilirik.
aralaşın. S'il vous plaît, zəhmət olmasa. Hə, çatanda da qatar deyir nim 2 dəfə təkrarlayır. 2 minut d'arrêt, 2 dəqiqə dayanma. Bu yəni ki, başqa yerdən gəlir, 2 dəqiqə bu nimdə dayanır. Minər düşən düşür. Davam edir Brüsselə, d'accord? L'avion, təyyarə. Vincent prend l'avion, təyyarəyə minir, à l'aéroport, aeroportda de Roissy-Charles de Gaulle. Roissy-Charles de Gaulle aeroportunda, Paris'in bu aeroportu. Pour aller à Montréal, Montréal'a gitmek için. Il prend le vol, vol uçuş demektir, uğurluq demək həm də. O uçuşu götürür. À destination Montréal. Montréal destination'ına da uçuş götürür. Vincent est en retard, gecikip. Il risque de rater l'avion. O risk edir, yəni risk daşıyır o mənada. Riske feili risk daşımaq. Məsələn, deyək, qu'est-ce qu'on risque? Biz nə risk edirik? Yəni ki, hansı riski daşıyırıq? Bu işin nə riski var? Məsələn, qu'est-ce qu'on risque deyir. Il risque, o deməli riski var. Nə riski var? De rater l'avion. Avionu mis eləmək, çatmamaq, ötürmək. Hə, bu da elandır. Passager du vol Air France 344 à destination de Montréal, embarquement immédiat, porte 24. Alors, deyir ki, Air France 344 uçuşunun uçuş nömrəsidir. Sərnişinləri onlara müraciət edir. À destination de Montréal, Montréal destination'ına. Embarquement immédiat, yəni ki, təcili minikdə deyək. Dərhal immediate. Dərhal minik. Bilmirəm, Azərbaycanca deyək bunu. Immediate. Dəqiq. 24-cü qapı. L'avion va décoller. Décoller havaya qalxmaqdır. À 13h35, 13:35-də. Hardan? Dandəndir bu. Bu dandən bildirir. De la piste. Piste. Türklər də pist deyirlər. O cığır olur. De décollage. Havaya qalxma pistindən. L'avion va atterrir. Atterrir yerə enməkdir. To land. Ter sözü var, görürsünüz burada. Yerə enəcək à Montréal, Montréal'da sur la piste d'atterrissage, yerə enmə pisti üzərinə düşəcək. Bu nə nüansdır belə. À 14h55 heure lokal, yerli vaxtla bilirsiniz verirlər bunları. 14:55-də yerli vaxtla. Alors, ümid edirəm hər şey aydın oldu. Sualınız olsa da soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.